Doktor uşağın başını arxaya çox tez-tez əyir, arxaya aparır. Bu nevroloji bir xəstəliyin əlamətidirmi? Bəli, bəzən nevroloji xəstəliyin bir əlaməti ola bilir. Məsələn, əgər uşaqda hidrosefaliya varsa, yəni kəli-daxili təzyiqin artması simptomları varsa və ya uşaq riskli uşaqlar qrupuna daxildirsə, doğuşdan sonra küveyzə düşübsə və ya serebral palsi gəlişdirmək ehtimalı olan bir uşaqdırsa, təbii ki, bu simptomlar nevroloji xəstəliyin bir əlaməti ola bilər. Bəzən bu simptomu biz tam sağlam uşaqlarda da görə bilirik. Hansı ki, bu nevroloji bir problem yox, sırf uşaqların normal inkişaf etaplarında mədə bağırsaqda olan reflü dediyimiz vəziyyətlə əlaqəli olan bir vəziyyətdir. Hansı ki, buna görə hansısa bir uşağa nevroloji bir müalicə tələb etmir. Tam tərsi uşağı pediatr və ya bir uşaq gastroenteroloquna yönləndirmək və onların nəzarətində olması lazım olan uşaqlar qrupudur. Amma çox təəssüf ki, indiki dövrdə uşaq başını arxaya edir deyə nevroloji bir problemdir düşünən pediatrlarımız var və uşaqlara nevroloji müalicə təyin edən uşaq nevroloqlarımız var. Ona ancaq bu yol verilməzdir. Mütləq bunun səbəbini araşdırıb ona uyğun müalicə vermək lazımdır.